Xankəndi, Sumqayıt, Gəncə. Məhz bu şəhərlərin stadionları gələn il Azərbaycan və Özbəkistan ölkələrinin birgə keçirtdiyi gənclər arasında futbol üzrə dünya çempionatının oyunlarını keçirə bilər. Xankəndi əlbəttə ki, çox maraqlı bir infrastrukturası var və bu stadionda da artıq təmir işləri demək olar ki, qurtarmaq üzrədir və gələn ilə stadion hazır olacaq. Sumqayıt, Gəncə stadionlarda həmçinin. Əlbəttə, yəqin ki, açılış oyunu olsa, əgər Azərbaycana verilsə, bu oyun Tofiq Bəhramov adına Bakı stadionunda olacaq. Hələ ki, iki federasiya dəqiqləşdirməyib ki, oyunlar hansı stadionlarda olacaq, amma namizədlər bəllidir. Əsas da odur ki, 25-ci dəfə futbol tarixində keçiriləcək bu dünya çempionatının oyunları ilk dəfə iki ölkədə keçiriləcək və hələ ki, çox böyük maraq var və ümid eləyirəm ki, Azərbaycanda keçirilən oyunlarda bizim milli komandamız uğurla çıxış edəcək.